Hə, bax onu o formada deyin də müəllimə. Məsələn, soruşulsa ki, qiymətləndirmə meyarları nəyə əsasən müəyyən edirik? Deyəcəyik. Təlim nəticəsini. Təlim nəticəsini nəyə əsasən müəyyən edirik? Alt standartı görə. Alt standart neçə hissədən ibarətdir? 3 hissədən. 3 hissədən? 3 hissədən, yoxsa 2 hissədən? Sənubər müəllimə. 2 hissədən ibarət. Hissələrini deyə bilərsiniz müəllimə? Mən kurikulumdan biraz zəifəm müəllimə. Bilik və bacarıq. Bilik və bacarıq müəllimə. Bunlar verilə bilən sualdır. Müəllimə, düz eləmişsiniz ki, müəllimə. Düz eləməmisiniz axı. Bəs mənimlə bir rayonda ola-ola. Bu təlimçi sizin yanınızda ola-ola. Siz hələ hazırlaşmamısınız. Burada da deyirsiniz müəllimə, mən hazırlaşmamışam. Düz eləmişsiniz Sənubər müəllimə. Canım mənim. Və bugün bax, imtahan mərhələsində kurikuluma hazırlıqsız olmanız bugünkü mərhələdə özünü göstərir. Həmişə deyirəm, yenə də deyirəm. Kurikuluma 50 plusa gedən yol kurikulumdan keçir. Müsahibənin çox hissəsi kurikulum sualları təşkil edir. Ona görə hara geçsəniz bu sizinlə yol yoldaşıdır. Bir çox müəllimlərin heç bəyənmədiyi bir proqramdır bu. Amma yəni bu qaçılmaz. Siz bundan qaça bilməzsiniz. Müəllimə, təsəvvür edin ki, sabah dərsinizdir və hansı hazırlıqları görərsiniz? Əvvəlcə icmallımı yazaram. Orada standartları təyin eləyərəm. Vəsaitə baxaram ki, mən sabah dərsi quracağımı oradan baxıb dərsimə gedərəm. Yəni, cari planlaşmamı təşkil edərəm. Hansı resursdan, hansı vəsaitdən istifadə edəcəyimi müəyyənləşdirərəm. Bəzən məsələn elə deyək ki, fənlər var ki, elə mövzular var ki, onu müəllim siz məsələn evdən hansısa bir vəsait apara bilərsiniz, deyək ki. Yəni o baxımından biz bu cari planlaşmamıza baxacağıq və vəsaitlərimizə, resurslarımızı müəyyənləşdirəcəyik. Bax, bir valideyn var, övladını təhsildən uzaqlaşdırır müəllimə. Baxarsınız ki, dərsə qoymur, indi bilmirəm nə ilə bağlıdır, necədir. Bu zaman nə edərsiniz? Bu zaman əvvəlcə valideynə onu tərdi söhbət apararam və deyərəm ki, sizin evladınız 9 illik icbari təhsildə məcburidir ki, oxusun 9 ili. Və onun həyat şəraitinə baxaram, ola bilər ki, nəsə paltarı yoxdur, nəyəsə ehtiyacı var. Bunun üçün valideynə mən kömək eləyərəm və bunu məxfi saxlayaraq. Və onunla fərdi söhbət apararam ki, uşağı dərsə göndərsin və mütəmadi bu işlə məşğul olaram ki, uşaq dərsdən yayınmasın. Həmin uşağı nəzarətə götürərəm. Müəllimə, paltarı yoxdur sözünü deməyək orada. Onu biz siz necə formada deyək? Deyək, mən onunla fərdi şəkildə danışıb, bunun səbəbini aydınlaşdırmağa çalışaram. Nədən qaynaqlandığını, ola bilər ki, maddi durumu ilə bağlı, ailədə olan səbəblərdə, maddiyyatla bağlı ola bilər hansısa bir səbəb, səhhəti ilə mi bağlıdır səbəb. Müəyyən bu hansı səbəblərdirsə araşdıraram, onunla dəstək olmağa çalışaram və əgər deyək ki, mənim səlahiyyətimdən deyilsə, məsələn, ən sonunda məktəb rəhbərliyinə, psixoloqa yönləndirə bilərəm. Olur da 9-cu sinifdən, bir də görürsünüz şagirdləri təhsildən yayındırırlar, erkən nigaha cəlb edirlər və bu hallar da baş verir. Erkən nigaha cəlb olunma varsa mütləq şəkildə o valideynini psixoloqa cəlb etməliyik, söhbət aparmalıdır və eləcə də o valideynin bu məsələ ilə bağlı məsuliyyət daşıdığını onun nəzərinə çatdırmalıyıq. Yəni bu məsələlərə aydınlıq gətirib şagirdi təhsildən uzaqlaşdırmağın onun üçün bir məsuliyyət daşıdığını ona bildirməliyik. Belə danışa bilərsiniz, biraz peşəkar kimi danışmaq lazımdır müəllimə. Yaxşı, deyə bilərsinizmi müəllimə, multikulturalizm nədir? Onun adını biraz. O deməli, bütün dindən, irqindən asılı olmayaraq onlara fərqli mədəniyyətlərə hörmət. Aid olduğuna, bəli, onların mədəniyyətinə, irqinə, hörmət və dözümlülük. Hörmət və yanaşarım.
Hə. Və bir də Azərbaycanda da 2020-ci ildə 2012-ci ildə Azərbaycanda həm multikulturalizm ili elan olunmuşdu. Bir də tələffüz etməkdə çətinlik çəkdiyiniz sözlərdən də istifadə etməyin heç orada müəllimə nitqinizdə. O sizə minus gətirər. Yaxşımı? Müəllimə deyə bilərsinizmi ki, sinifdə utancaq şagirdiniz var və auditoriya qarşısında çıxış etməyə istəmir, yəni utanır. Onu necə şifahi təqdimat etməyə təşviq edərsiniz? Şagirdi, məsələn, lövhə qarşısına əgər çıxmaq istəmirsə, mən onu məsələn, cavabını yerindən dinləyərəm. Lövhə qarşıya çıxmadan oturduğu yerdən dərsini dinləyərəm, fikrinə həm də ona fərdi yanaşaram və bundan başqa yazılı olaraq da onun cavabını alaram ondan. Doğrudur müəllimə. Lövhə qarşısına, auditoriya qarşısına çıxmaq istəmirsə, yerdə oturaraq və yaxud da növbəti dəfə yerində duraraq, məsələn, partadan qalxaraq yerində və yaxud elə oturan yerində, yəni onu, o utancaqlığını ortadan götürənə qədər, o prosesi deyək ki, məsələn, şagird yeni gəlir, adaptasiya prosesi yaşayan zamanda da şagirdlər lövhə qarşısına çıxmaqdan çəkinirlər. Müəyyən xırda fəaliyyətlərə də cəlb etməklə, deyək ki, rollu oyun kimi lövhəmizi sil və yaxud da belə yoldaşları ilə birgə fəaliyyətə cəlb etməklə o utancaqlığı, o adaptasiya prosesini ortadan qaldırmaq olar və belə də ki, auditoriya qarşısına çıxmırsa yerində təqdimatı alacam şagirddən. Belə, təşəkkürlər Sənubər müəllimə. Sənubər müəllimə, baxıram cəhd göstərirsiniz, hazırlaşmısınız, hə? Biraz nitqinizdə ki, bəzi ifadələr məni tam qane etmir. Onları da 60 plus olduğum üçün. Hə, onları da düzəltmək lazımdır müəllimə. Siz də 60 plussuz müəllimə? Bəli. Allah can sağlığı versin. Təşəkkür edirəm. Çox sağ olun. Sonra Şəbnəm müəllimə burdadır.